Əs-Səf Səf surəsi Mədinədə nazil olmuşdur. 14 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Səbbəhə lillahi mə fis-səmavati və mə fil-ardı və huvəl-azizul hakim. Göylərdə və yerdə olan hər bir şey Allahı dil və hal ilə zikr edir. O yenilməz qüdrət sahibi, yaradılış və şəriət mərhələsində mətin və gözəl yaradandır. Ya eyyuhəl-ləzīnə əmənu limə təqulunə mə lə təf'alun. Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz? Kəbura məqtən indəllahi ən təqulu mə lə təf'alun. Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur. İnnəlləhə yuhibbullezîne yuqatilûne fî sebîlihi saffən kəennehum bunyanun mərsus. Şübhəsiz, Allah onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər. وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَدْ تَعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ. Və yada sal o zamanı ki, Musa öz qövmünə dedi: Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz? Onlar haqdan üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı. İlahi lütflərini onlardan kəsdi və Allah fasik qövmü doğru yola yönəltməz. وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِ اسْمُهُ أَحْمَدَ فَلَمَّا جَاءَهُم بِالْبَيِّنَاتِ قَالُوا هَذَا سِحْرٌ مُبِينٌ. Və yada sal o zamanı ki, Məryəm oğlu İsa dedi: Ey İsrail övladları! Şübhəsiz, mən özümdən öncə gələni, Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı Peyğəmbərin sallallahu əleyhi və alihi və səlləmin müjdəsini verən sizə göndərilmiş Allah Peyğəmbəriyəm. Amma o, Əhməd sallallahu əleyhi və alihi və səlləm gəldikdə və onlara aydın dəlillər gətirdikdə dedilər, bu açıq-aşkar bir sehirdir. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَى إِلَى الْإِسْلَامِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ. İslam'a tərəf dəvət olunduğu halda onu qəbul etməyərək və onu inkar etməklə Allaha qarşı yalan uydurandan da daha zalim kim ola bilər? Allah zalim qövmü hidayət etməz. يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ. Allahın nurunu
öz ağızları ilə söndürmək, Peyğəmbərin dəvətini, onun dinini və kitabını təksib və iftira ilə batil etmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu tamamlayacaqdır. Huvellezî arsala rasûlehu bil-hudâ ve dînil haqqi liyuzhirahu aled-dîni kullihi velev kerihel müşrikûn. Müşriklərin xoşuna gəlməsə belə, onu səmavi şəriyyətlərdən ibarət olan bütün dinlərdən üstün etmək üçün öz rəsulunu hidayət vasitələri və haqq olan dinlə göndərən odur. يا أيها الذين آمنوا هل أدلكم على تجارة تنجيكم من عذاب أليم. Ey iman gətirənlər! Sizə elə bir ticarət yolu göstərimmi ki, sizi ağrılı əzabdan qutarsın? تؤمنون بالله ورسوله وتجاهدون في سبيل الله بأموالكم وأنفسكم ذلكم خير لكم إن كنتم تعلمون. Allah və onun rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, iman və cihad sizin üçün daha xeyirlidir. يغفر لكم ذنوبكم ويدخلكم جنات تجري من تحتها الأنهار ومساكن طيبة في جنات عدن ذلك الفوز العظيم. Əgər belə etsəniz, Allah günahlarınızı bağışlar, sizi evlərinin və ağaclarının altından çaylar axan cənnətlərə, bağlara və əbədi ədin cənnətlərindəki pak və xoşa gələn məskənlərə daxil edər. Budur böyük səadət. وَأُخْرَى تُحِبُّونَهَا نَصْرٌ مِّنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِّرِ الْمُؤْمِنِينَ. Və sevdiyiniz başqa bir neməti də sizə verər. Və bu nemət Allah tərəfindən məntiq əsasında və dəlil sübutla tarix boyunca bütün millətlərə bir kömək və Məkkənin fəthində və başqa işlərdə yaxın bir qələbədir. Ey Peyğəmbər, möminlərə müjdə ver. يا أيها الذين آمنوا كونوا أنصار الله كما قال عيسى ابن مريم للحواريين من أنصاري إلى الله قال الحواريون نحن أنصار الله فآمنت طائفة من بني إسرائيل وكفرت طائفة فأيدنا الذين آمنوا على عدوهم فأصبحوا ظاهرين. Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə, qəlbləri işıqlı, ağ paltarlı, öz etibarlı şagirdlərinə dedi: Allah yolunda mənim köməkçilərim kimdir? Həvarilər dedilər: bizik Allahın köməkçiləri. Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə, düşmənləri üzərində, dəlil sübutda və döyüş qüvvəsində üstün etməklə kömək etdik
Beləliklə də onlar qalib gəldilər.